Elə valideynlər var ki, elə birinci sinifdən uşağı həmin proqramda IB və sair digər proqramlarda oxumağa daha önəmli bilirlər. Çox fərdi və subyektiv yanaşmadır əslində ki, mən birinci sinifdən istəyirəm ki, uşaq IB-yə getsin. Tələbə sonunda IB diplomu alacaqsa, başlasın IB. Çünki tələbə normal Azərbaycan təhsil proqramı ilə gəlib 10-cu sinifdə IB proqrama qoşulanda kifayət qədər çətinlik çəkir. Çünki IB-nin özünə məxsus formatları var, strategiyası var və ortaq fikirləşək ki, bu uşaq Amerikada təhsil alacaq və birinci sinifdən bunun hazırlığına başlayır. Məncə mənasız bir şeydir. Çin artıq bu ildən yeni bir qayda çıxartdı. Müəyyən ixtisaslara girmək üçün sən riyaziyyat imtahanı verməlisən. Sağlıq elmləri ilə bağlı hər hansı bir fakültə istəsənsə, deyək ki, kimya, fizikaya girməlisən. Yəni nə deməkdir? Bu qayda bu ilə kimi yox idi, amma bu ildən çıxdı. Bu qayda çıxandan sonra bəzi tələbənin artıq fikirləri dəyişdi. Ona görə demək istəyirəm ki, yəni tələbənin o məktəb baza bilikləri kifayət qədər yaxşı olmalıdır ki, sabah çıxacaq hər hansı bir qərara uyğunlaşa bilsin.